Salam, çoxluqlara aid bir neçə sual həllinə baxırıq. Ştrixlənmiş hissəni müəyyən edin deyir. Əvvəlcə baxırıq A və B kvadratlarına. Ştrixlənmiş hissə A və B-nin kəsişməsindədir. Yəni A kəsişmə B. İkinci ştrixlənmiş hissə B və C-nin kəsişməsidir. B kəsişmə C. Biz istəyirik ki, hər iki cavabı götürək. Ona görə bu iki cavabın birləşməsini qoymalıyıq. Yəni A kəsişmə B, birləşmə B kəsişmə C. Düzgün cavab Y variantı. 8 nömrəli sualda A, B və C çoxluqları verilib. Bizdən soruşur ki, C minus A kəsişmə B-dəki elementlərin sayını tap deyə. Əvvəlcə A və B-nin kəsişməsini tapırıq. A və B-nin kəsişməsi hər ikisində olan elementlər deməli olacaq 6, 8 və 9. 10 da var. 6, 8, 9, 10. Bu kəsişmədəki elementlərin sayıdır. 9, 10. İndi bizə deyir ki, C-də olsun, amma A ilə B-nin kəsişməsində olmasın. Həmin elementlər 2-dir. 2 C-də var, burada yoxdur. 3 C-də var, burada yoxdur. Bir də 7, 10 var hər ikisində. 1, 12. Baxın, C ilə bunun kəsişməsində olan elementlər təkcə 10-dur da. Yəni təkcə 10 var. Deməli, 2, 3, 7, 12 sayını soruşur. Çünki burada N var. Cavab 4, D variantı. 10-cu sualda çoxluqları üçün A birləşmə B kəsişmə C-ni soruşur. Əvvəlcə A ilə B-nin birləşməsinə baxaq. A ilə B-nin birləşməsi olacaq 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Bunu biz kəsişdirəcəyik C ilə. C-nin elementlərini yazaq. 3, 4, 5, 8 və 9. İndi bunları kəsişdirsək, hər ikisində olanlar 3 var, 4 var, 5, 8 və 9. Elementlərin özlərini soruşursa, deməli bu cür yazmaq olar ki, 3, 4, 5, 8 və 9. Və yaxud da sayı soruşula bilər. Sayı N bərabərdir 5. Çoxluqlara aid 11 nömrəli suala baxırıq. A və B sonlu çoxluqları üçün verilənlərə əsasən birləşmədəki elementlərin sayını soruşur. Bu sualı Euler-Venn diaqramları ilə hesablamaq daha asandır. Buraya yazırıq A diaqramı, bu da olsun B diaqramı. Deməli, kəsişmədəki elementlərin sayı məlumdur. Bura 2 yazıram. A-da olub B-də olmayan elementlərin sayı 10-dur. B-də olub A-da olmayan elementlərin sayı yoxdur. Ona görə burada X ataq. İndi burada tənlik quracağıq. NA, yəni ümumi A nəzərdə tutulur. Ümumi A-da 12 element var. 3 vurulsun NB, ümumi B nəzərdə tutulur. Bu da 2 plus X. 12-ni 3-ə bölsək 4 dəfə bərabərdir 2 plus X. X də bərabərdir 2-yə. İndi bizdən nə soruşulur? Bizdən NA birləşmə B soruşulur. Yəni, ümumi birləşmədəki elementlərin sayı olacaq NA birləşmə B bərabərdir 10 üstəgəl 2 üstəgəl 2. Yəni, 14. 12 nömrəli sualda yenə çoxluqdakı elementlər verilib. M birləşmə N burada olsun, amma K-da olmasın deyir. Bunu belə də ayıra bilərik. Yəni, ayrıca yazmasaq belə. Bunlara bir çoxluq kimi baxırıq. Yəni, bu M ilə N-də olsun, amma K-da olmasın. Hansı elementlərdir? Əvvəlcə hər ikisində olanların üstündən xətt çəkək. Deməli, K-da 53 var, M-də də var. Bunu sildik buradan. K-da 54 var, M-də də var. N-də var daha doğrusu. Bunu da sildik. 55 hər ikisində var. 56, 57 M ilə N-də yoxdur. Deməli, indi M və N-in birləşməsində olub K-da olmayan elementlər hansılar oldu? Olacaq say lazımdır bizə. Say olaraq 47, 48, 49, 50, 51 və 52. Deməli, M ilə N-in birləşməsində bu elementlər var, amma K-da yoxdur. Sayı 1, 2, 3, 4, 5, 6, yəni B variantı doğru cavabdır. 13 nömrəli sualda M və N çoxluqları verilmişdir. N, M fərqini soruşur. Yəni, N-də olsun, N-də olmasın. Əvvəlcə hər ikisində olanların üstünə xətt çəkək. 3, 5 və başqa yoxdur. İndi N-də olub, M-də olmayanlar, baxın, burada qarışdırmayaq, birinci N gəlir. N-də olub, M-də olmayanlar 7, 9, 11 və 13. Yəni, bu elementlər ya da say soruşulsa 4-ə bərabərdir. 14 nömrəli sualda M və N çoxluqları verilib. M və N-in birləşməsində olsun və sonra əvvəlcə baxın, M və N-in birləşməsini tapmalıyıq. M və N-in kəsişməsi, sonra da birləşmədə olub kəsişmədə olmayan elementlər lazımdır bizə.
Bunun üçün nə edək? Əvvəlcə kəsişmədə olan elementlərə baxaq. Kəsişmədə olan elementlər 3 hər ikisində var. 4 başqa varmı? Başqa yoxdur. 5, 8 burada yoxdur. 11 yoxdur. 23 var bir də. 23 hər ikisində var. İndi baxın. M ilə N-in birləşməsindəki elementləri yazıram. 1, 2, 3, 4, 5, 7, 8, deməli 11, kiçikdən böyüyə düzürük. 13, 17, 19, 21, 23. Burada olsun. Amma kəsişmədə olmasın. Kəsişmədəki elementləri yazıram. 3, 4 və 23. İndi yenə 3, 4 və 23 çıxmaqla bütün elementləri götürəcəyik. Baxın. 3, 4, 23-ü çıxıram. 3, 4, 23-ü çıxsaq. Qalır yerdəki elementlər. Yəni 1, 2, 5, 7, 8, 11, 13, 17, 19, 21. Heç belə yazmadan da bayaq kəsişmədə olan elementləri silmişdim. Elə onları siləndə yerdə qalan elementləri də saymaq olar. Amma birdən element itirə bilərsiniz. Ona görə ən yaxşısı açıq şəkildə hər birini yazmaqdır. 15 nömrəli sualda A və B çoxluqları verilmişdir. A-da olub B-də olmayan elementləri soruşur. Əvvəlcə hər ikisində olanların üstünə xətt çəkirik. 1, 5, 9 hər ikisində var. A-da olub B-də olmayan 3 və 7 A variantı. 18 nömrəli suala baxırıq. Ştrixlənmiş hissəni müəyyən edin deyir. Ştrixlənmiş hissəyə baxın, əvvəlcə bura rənglənib. Bu hissə A üçbucağı və B üçbucağının kəsişməsidir. Yəni A kəsişmə B. İkinci ştrixlənmiş hissə isə həm B-nin, həm də C-nin hissəsidir. Ona görə B kəsişmə C. Mən istəyirəm ki, bu cavabların hər ikisini götürüm. Bunları mötərizəyə salacağım və ortaya qoyacağım birləşmə işarəsini. Yəni cavab bu şəkildə qalır. 19 nömrəli sualda A, B və C çoxluqları verilib. C-də olsun, bunların kəsişməsində olmasın deyir. Biz əvvəlcə A və B-nin kəsişməsinə baxaq. A və B çoxluqlarının hər ikisində olan elementləri götürürük. Bunlar 6-dır, hər ikisində var. 9 hər ikisində var və 8 hər ikisində var. İndi C-də olsun, C çoxluğuna baxacağıq. Bir də 6, 8 və 9 çoxluğuna. Yəni yeni bir çoxluq yaratdıq. Bu çoxluqdakı elementlər 6, 8 və 9-dur. İndi C-də olsun, bu çoxluqda olmasın. Həmin elementlər hansılardır? 2, C-də var, burada yoxdur. 3, C-də var, burada yoxdur. 6 silirik buradan. 9'u silirik. Qalır 7, 10 və 12. Burada n var, yəni sayı istəyir. Sayı 5'e bərabərdir. C variantı. Deyəsən eyni sualdır. Bunun əvvəldə var idi bu tipdə sual. Ola bilər yəni. 20 nömrəli sualda A və B çoxluqları verilib kəsişməsini soruşur. Yəni hər ikisində olan elementlərə baxırıq. 37 hər ikisində var. 47 hər ikisində var. Deməli sayı n bərabərdir 2. Bu isə çoxluqlar mövzusunda ən çox səhv etdiyiniz sualdır. NA verilib bizə 13, yəni A-da olan elementlərin sayı 13-dür. NB bərabərdir 19. Əgər burada bu şərt verilməsəydi, bu cür kəsişən A və B diaqramları çəkərdik. Amma bunu çəkmirik. Çünki burada deyir ki, AB-nin alt çoxluğudur. AB-nin alt çoxluğudursa, bunu ancaq bu cür göstərə bilərik. Deməli, A çoxluğu, bu da B çoxluğu. Bu deməkdir ki, A-dakı hər bir element həm də B-də var. Yəni AB-nin alt çoxluğudur. İndi baxaq görək. NA 13-dür. NB 19-dur. Ümumi B-də 19 element olması üçün təkcə B-də olan elementlərin sayı 19 minus 13, yəni 6. İndi baxaq bizdən nə soruşur. A birləşmə B minus A, yəni A ilə B-nin birləşməsindəki elementlərə baxaq. A ilə B-nin birləşməsi elə B çoxluğunu verəcək. Çünki A çoxluğu B-nin daxilində olduğuna görə, B-nin içində olduğuna görə A və B-nin birləşməsi elə B çoxluğudur. İndi B çoxluğu ilə A-nın fərqinə baxacağıq. Buradakı sayı. Yəni B-də olsun deyir, A-da olmasın. Bu da burada məlum olan 6 elementdir. Yəni elementlərin sayı 6-dır. Bizdən də eni soruşur. Düzgün cavab 6-ya bərabərdir. Ümid edirəm ki, başa sala bildim.